May ayının 25-də Dövlət Sərhəd Xidmətinin aparatında general-mayor Abbasəli Novruzovun anadan olmasının 80 illik yubileyi münasibətilə tədbir keçirilib. 57 ilini vətənimizin təhlükəsizliyinin təmin olunmasına, müqəddəs sərhədlərimizin mühafizəsinə sərf edən general-mayor Abbasəli Novruzov mənalı ömür yaşayıb. SSR dövründə sıravi əskərdən polkovnik rütbəsinə qədər yüksələrək Göytəpə sərhəd dəstəsində Zastava rəisinin müavini vəzifəsindən Zaqafqaziya sərhəd dairəsinin kəşfiyyat idarəsi rəisinin müavini vəzifəsinə qədər şərəfli xidmət yolu keçib. Əfqanistanda sərhəd qoşunları üzrə baş müşavir vəzifəsində göstərilən etimadı ləyaqətlə doğruldu. 1994-cü il aprelin 8-də Ulu Öndər Heydər Əliyev Abbasəli Novruzovu yenidən xidmətə qaytararaq müstəqil Azərbaycanın sərhəd qoşunlarının komandanı vəzifəsinə təyin edib. Daha Öndərin Ali Baş Komandanlığı altında general-mayor Abbasəli Novruzov dövlət sərhədlərinin təhlükəsizliyinin təmin olunması sahəsində ciddi xidmətlər göstərib. Abbasəli Novruzov Azərbaycanın əməkdar hüquqşünas fəxri adına və SSR Dövlət Təhlükəsizlik Komitəsinin fəxri əməkdaşı adına layiq görülüb. Dövlət çevrilişi cəhdlərinin, xarici dövlətlərin pozuculuq fəaliyyətlərinin qarşısının alınmasında və sərhədlərin mühafizəsində öz xidmət borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan bayrağı ordeni ilə təltif olunub. Sərhədçi veteran general-leytenant İnayət Xəlilov mərasimdə çıxış edərək Abbasəli Novruzovun ömrünü dövlətimizin və xalqımızın təhlükəsizliyinin təminatına həsr etdiyini, sərhədlərimizin etibarlı mühafizəsinin təşkili sahəsində uğurla fəaliyyət göstərdiyini bildirərək, yüksək mənəvi keyfiyyətləri özündə birləşdirən əsl vətənpərvər, böyük sərhədçi nəslinə örnək və nümunə olduğunu qeyd edib. Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 25 may 2017-ci il tarixli sərəncamı ilə general-mayor Abbasəli Novruzovun Azərbaycan Respublikasının xüsusi xidmət orqanlarında uzun müddətli səmərəli fəaliyyətinə görə şöhrət ordeni ilə təltif olunması xəbərini tədbir iştirakçılarına çatdıran Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev bu münasibətlə general-mayor Abbasəli Novruzovu təbrik edib, şöhrət ordenini və vəsiqəsini yubileyərə təqdim edərək öz səmimi təbriklərini çatdırıb. General-mayor Abbasəli Novruzov çıxış edərək xidmətinə verilən yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə öz minnətdarlığını bildirib, tədbirdə söylənilən xoş sözlərə görə təşəkkür edib. Tədbirdən sonra general-mayor Abbasəli Novruzov Dahi Öndər Heydər Əliyevin məzarını ziyarət edib, Azərbaycan sərhəd mühafizəsinin banisi olan Heydər Əliyev şəxsiyyətinin uca xatirəsinə öz dərin hörmət və ehtiramını bildirib. Cabir Məmmədov, Səs TV.